Salam dostlar, bugün 29 iyun 2025-ci il. Arıları bugün dərmanlamaq istəyirəm. Bu bizim beti tutduğumuz arıdır. Bu da təxminən 10 gün əvvəl qoyduğum propolis tuzağıdır. Arılar artıq buranı propolislə bağlamaya başlayıblar. Yəqin ki 20 günə, 15 günə nəsə əldə eləmək olar. Yəni yoxlayırıq hələ ki. Deməli dərmanlayacağımız şey nədir? Birin bilə şərbətdir, kərkyotu yağıdır, nanə cövhər yağıdır. İstəyən olsa 10 qram oksat asitdə litrə əlavə edə bilər. Mən şəxsən eləmişəm. Eləyəcəyimiz şey çox sadədir. Arıların üzərinə səpirik. Yəni bütün çərçivələri qaldırırıq bir-bir. Arıların üzərinə nanə cövhəri, kərkyotu yağını bu cürünə səpirik. Düzdür, bu arısı çox adamlar üçün çox əziyyətli işdir. Yəni bir-bir çərçivələri qaldır, sal, qaldır, sal. Yəni belə deyək. İşi vaxtı uzadan bir şeydir. Amma məndə hal-hazırda 14 çərçivə, 14 yeşik arı var deyə. Yəni bunu eləmək mənə o qədər də çətin deyil. Yetər ki, təbii vasitələrlə eləyək. Arının vəziyyətinə baxaq. Arıda hal-hazırda bu koloniyada çox gözəl bir kəmər var ballarda, çərçivələrdə. Yəni əslində mən təcrübə aparıram, öyrənirəm, bilmək istəyirəm, görüm. Yəni beçə tutulan arıdan, bölmə edilən arıdan sezonun sonunda bal götürmək mümkündür, yoxsa yox. Görəyik. Səhər saat hələ 8-ə qalıb. Arılar bir qədər aqressiv ola bilərlər. Arıların aqressiv olmasının səbəbi ən çox da içəridə tarlaçıların çox olmasından irəli gəlir. Və ana arı çox gözəl yumurta atıb. Vaxt qıtlığı ilə əlaqədar, yəni arıya dərmanlama apara bilmirəm çox vaxtı. Yəni bal süzümünün sonunu gözləyir hamı. Mən də həmçinin. Yəni avqust ayında əsas dərmanlama aparılır. Demək ki, keçən il mən arıların üzərinə sadəcə bunu səpirdim bu cürünə. Yəni eyni, təxmini eyni şeylə tərkibi. Amma avqust ayında artıq işə yaramadığını gördüm. Yəni arılarda həddindən artıq çox gəna var idi, qanadı kəsik arılar var idi. Gətirib dərman vurduqda da arılar özlərini yeşikdən çölə atırdılar. Çünki o dərman gənənin buraxdığı zədələri ağrıdır, incidir və arı yeşikdən çıxır. Baxın, keçən səfər baxanda burada, yəni bura qədər bal var idi. Artıq o balı yeyib qutarıblar. Çünki doğulan arılar balı yeyir, istifadə edir. Ona görə də maksimum çalışmaq lazımdır ki, yəni güclü koloniyalarda ana arının yumurta atımını zəiflədək. Mən indi bu arılarda gənənin tökülüb tökülmədiyini bilə bilməyəcəm. Yəni onu yoxlamağa əslində vaxtım yoxdur. Altı açılan yeşiklərində artıq mən alt hissəsindəki o çərçivələri bağlamıram, açıq qoyuram, hava isti olduğuna görə. Və mən bunun nəticəsini, yəni çalışacağım mütəmadi edeyim, hər açanda edeyim bunu. Həftədə həniz bir dəfə gələndə, baxanda bunu edeyim. Bunun nəticəsini avqust ayında inşallah biləcəm. Çünki avqust ayında artıq tarlaçıların da ömrü azalır. Yəni qısalır da, belə deyək. Vaxtlarını bitirirlər. Arılar artıq qış hazırlığına gedir. Sentyabrda, avqust ayının sonunda. Yəni tarlaçılar gözlə görüləcək qədər azalır. Hiss edirik. Ümid edirəm ki, yaxşı nəticə göstərər. Günlük yumurtaları gördüm. Ona görə analarını axtarmıram. Ehtiyac yoxdur.
Bir qədər də bu divarda qalanların üzərinə səpirəm. Vəssalam, indi bütün yeşikləri açıb bu cür eləməliyəm.